Elmin faydalı olma səbəbləri Şeyx Hüseyn Rahimallah Qunut duasının şərhində necə deyir ki, Allahümme bərik lənə fīmə atayit, Allahım bizi verdiyini bizim üçün bərəkətli et və həmin verilən şeylərdən birində elm qeyd edir Şeyx, insana verilən ən böyük nimətlərdən biri və buyurur ki, elmi bərəkətli olmasına 4 fayda var. 4 şeydən insanın elmi bərəkətli olur. Birincisi buyurur ki, ennə fi nəşrikə lil ilmi nəşrul dinillah. Bir günə ki, həqiqətən sənin elmi yaymağın Allahın dinini yaymağındır. Fətəkunu minəl mücahidinə fi səbilillah. Və beləcə sən Allah yolunda cihad edənlərdən, mücahidlərdən sayılırsan. Allah yolunda cihad edənlərdən sayılırsan. Li'ennəkə təftəhli qulubi bilmi. Çünki sən, niyə görə Allah yolunda cihad edənlərdən sayılırsan? Çünki sən qəlbləri açırsan. Qəlbləri fəth edirsən. Kəmə yəftəhul mücahid bilədə bis-silahi vəl-iman. Necə ki, mücahid Allah yoluna vuruşan, ölkələri iman və silah gücü ilə fəth edir. Elmi yayan şəxsdə, Allah yolunda elmi yayan şəxsdə, elmi öyrədən şəxsdə mücahidlərdən sayılır. Niyə görə? Çünki necə ki, mücahid insanları silah və iman gücü ilə ölkələri fəth edir, eləcə də elmli şəxs öz elmi ilə qəlbləri fəth edir.